Bugün mən sizinlə belə balıqdan, nə balığı olur olsun, burada məndə iri balıqdır. Balıqdan kabab hazırlayacağıq. Balıqlarımızı təmizləmişik, üzərini yumuşuq və doğramışıq. Budur belə. Burada bizim nələrimiz var? Bir baş soğan, keşniş, duz, istiot, nar şərab, sarı kök. Balığımızı qazanımızın içərisinə əlavə edək. Soğanımızı doğrayaq. Xırda doğrayacağıq soğanımızı. Bu nar şərabı özüm hazırlamışam. Çox gözəl, möhtəşəm alınıbdır. Bütün ərzaqları əlavə etdik. İndi buraxaq, dinlənsin. Soğanımız, nar şərabımız, sarı kökümüz, istotumuz, duzumuz balığın tərkibinə tamı çönsün. Nə qədər çox saxlasanız, o qədər gözəl tamlı alınar. Belə reşotkalı sitkanın içərisinə düzdük. Balığımızı, ocağımızı yandırmışıq. Közə düşübdür, yəni kömürdən hazırlayacağıq. Kömürümüzü yandırmışıq qabaqcadan. Budur belə. Kömürümüz artıq közə düşübdür. Çox gür etmək olmaz. Sərin xodda bişirmək lazımdır. Bir üzü biraz qarsalanandan sonra, yəni acına pişən kimi eləyəndə balığımızı o biri üzünə çevirəcəyik. Bax, budur belə. Ocaq kababdan xeyli aşağıda olmalıdır. Hardasa 30 sm məsafəsi aralı olmalıdır. Budur, bir tərəfi tamam qəşəng qızardı. Bir üzü, o biri üzünü də buraxaq qızarsın. Dediyim kimi sərin xodda bişirmək lazımdır. Çox gür olmaz. Çox gözəl, möhtəşəm qızardı balıq kababımız.
Hər iki üzü çox gözəl qıpqırmızı qızarıbdır. Bu da bizim balıq kababımız. Üzərinə nar dənələri əlavə etdik. Çox gözəl, möhtəşəm alındı. Hansı balıqdan istəsəniz hazırlaya bilərsiniz. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın.